ən pisi mən biabır olacağam. Mən biabır olmağı gözə alıram və çıxış edirəm. Doğru? Siz deyirsiniz ki, elə eləyək. Siz niyə biabır olmaq barədə düşünürsüz? Nə baş verə bilər ki, siz biabır ola Ən bilərsiniz? pisi deyirik biz ona görə deyirəm. Bəli. Ha, Biabır olmaq sizin üçün nəyi ifadə edir? biabır olmaq mənim üçün nə ifadə edir? Bax, siz indi bu dəqiqə mənə seans edirsiniz. Belə bir gözəl xanımın biabır olacağına mən ehtimal vermirəm. Ancaq sizin dediyinizdən yola çıxaraq dedim. Doğru. Çünki mən əslində uşaq vaxtı çox məktəb vaxtı demək olar ki, bütün səhnələrdə çıxış eləmişəm. Yəni kim hara nəyə çağırırdısa, mən orada var idim tədbirlərimizdə, məktəb tədbirlərimizdə əlbəttə ki. Mən orada qorxurdum, ayaqlarım əsirdi, amma mən orada iştirak elirdim. Heç kəs mənim qorxumu görmürdü, hər kəs alqışlayırdı məni. Bəli. Mən səhnədən düşəndən sonra nəfəs alırdım. Səhnədə mən ümumiyyətlə nəfəs ala bilmirdim. Amma mən belə bir qorxum vardı. Siz dediniz, indi mən 6-cı sinifdə akt zal bu dəqiqə gözümün qarşısına gəldi. Bizim direktorumuz orada oturmuşdu. Halbuki direktoru biz çox da elə də görmürdük. Direktorumuz orada oturmuşdu. Müəllimə bizə deyirdi, elə eləyin ki, biz biabır olmayaq. Əslində mənim deyilmiş o. Bəli.